Salam dəyərli müəllimlər. İbtidai sinif müəllimləri üçün keçirilmiş sertifikasiya imtahanında 3150 müəllimin yaza bilmədiyi riyaziyyat sualının ətraflı izahını sizlərə təqdim edirəm. Burada Təhsil Nazirliyinin rəsmi olaraq qeyd elədiyi statistika var. 86% 3150 nəfər. Baxaq, görək bu sual necə sualdır ki, bunu 3100 müəllim, 150 müəllim yaza bilməyib. Xeyriyyətçi 6 gün ərzində 1500 manat pulu yardım fonduna köçürmək qərarına gəldi. Amma o, hər gün əvvəlki günə nisbətən 20 manat çox pul köçürərsə, 4-cü gün köçürdüyü pul bütün pulun hansı hissəsini təşkil edər? Bunu müxtəlif üsullarla yazmaq olar, təbii olaraq x-lə, sonra ümumi günə bölmək və s. Amma mən ibtidai sinif müəllimindən də əlavə olaraq ibtidai sinif şagirdi bunu necə yaza bilər, tam hissə modeli ilə izahını sizlərə göstərəcəm. Baxaq, bu bizim birinci günümüz, bu bizim ikinci günümüz, üçüncü gün, dördüncü gün, 5-ci gün, 6-cı gün. X nə yazmıram? Tam hissə modeli. Tutaq ki, birinci günə bir kvadrat çəkirəm. Hər gün əvvəlki günə nisbətən 20 manat çox pul köçürürsə, ikinci gün kvadrat üstə gələ 20. Üçüncü gün ikinci günə nisbətən 20 manat çox olanda üzərinə 20 gələcəksən, kvadrat üstə gəl 40. Dördüncü gün üçüncü günə nisbətən 20 manat çox. 40-ın üzərinə 20 gələndə x üstə gələk 60 eləyəcək. 5-ci gün dördüncü günə nisbətən kvadrat üstə gələk 80. Sonra 6-cı gün isə 5-ci günə nisbətən kvadrat üstə gələ 20 gələndə 100. Yəni, hər sonraki gün özündən əvvəlki günə nisbətdə söhbət gedir. Və cəm 1500 manat pul eləyir. Bura bərabərdir, yazıram. 1500 manat. 1500 manat. Hamısı birlikdir. Necə həll edərik? Buradakı bu kvadratın üstünə gələn ədədləri toplu 1500-dən çıxarıq. 20, 40, 60, 120, 200, 300. Deməli, 1500-dən çıxıram 300-ü, bərabərdir 1200. Bura yazdıq. Burada 6 dənə kvadrat var. Yəni 6 gün olduğuna görə 1200-ü bölürəm 6-ya, bərabər elədi 200. Deməli, bir günümüz 200-dür. Bir kvadrat, yəni 200-ə bərabərdir. Daha doğrusu birinci gün. İndi bizdən soruşur ki, dördüncü gün. Dördüncü günümüz kvadrat üstə gəl 60-dır. Yəni 200-ün üzərinə 60 gələcəksə, nə eləyəcək? 260. Ümumi pulun hansı hissəsini təşkil edir? 260. Ümumi pulumuz da 1500-dür. Bunun hansı hissəsini təşkil edir? İxtisar eləyək, sıfırlar gedər. 26 2-yə 13, 150 2-yə 75. Bərabərdir 75-də 13. Doğru cavab elədi D variantı. Baxın, deyə bilərsiniz müəllim, bu kifayət qədər sadə sual və s. Nəzərə alın ki, bu sualımız ibtidai sinif müəllimləri üçün olan izahdır, yoxsa bunu şifahidə yazmaq olar. Hər birinizə uğurlar arzulayıram.